Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb. Bu barədə təbibdən məlumat verilib. Bildirilib ki, Şirvan şəhər mərkəzi xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik müalicədən sonra yenidən həyata qaytarılıb. Tibbi müəssisəsinə 19 noyabr 2025-ci il tarixində hospitalizasiya olunan 88-ci il təvəllüdlü qadın şəxs mexaniki sağlıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib. Daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və Favik şöbədə müalicəsi davam etdirilib. Ancaq noyabrın 25-də saat 12:50 radələrində palatada 37 yaşlı pasiyentin qəfil vəziyyəti pisləşib, kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest baş verib. Dərhal tibbi müdaxilələrə başlayan həkim son anadək mübarizəni aparıb və nəticədə onun həyatını xilas edə bilib. Daha sonra pasiyentə reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib. Qeyd edilib ki, bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub. Həyati təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib. 6 uşaq anası olan pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb.